Belə bir şey qətiyyən planlamamışdım. Üzümdə qram makyaj yoxdu və mən Kisuyla lança gedirəm. Hər neysə, ən azından gedirəm. Benimki daha çok izlenecek. Alright, can we sing together? What do you want to song? Kiss you. I memorized Okay, sing. the chorus. Kiss you my time. But together. Let's go. Together. You first. Okay. Kiss you my title, this one's for you. If you're right here, it's the dreams come true. 우리만의 우주 샬라. Right on my world like nobody else. Nobody making a bitch in her. Forever all that I want Is you. Aynen. Sekrem. Kiss you my title, this one's for you. If you're right here, it's the dreams come true. 우리만의 우주 샬라. Right on my world like nobody else. Nobody making a bitch in her. Forever all that I want. Is you. Hello, I am Gisu. I'm Leyla. Abicim ben şu an üniversitetin kapılarına içeri girmeliyim. Ama sahilde sürerler. Oh, Leila, your glasses are so cute. Picture is after. Want to be a. Why are you sick? What's your full name? Al. Love you. Thank you. Love you. Ali Eva. Thank you, Eva. Sure. What it is? Oh. Thank you, Eva. Thank you. Barney. Kyoto like you. Barney. Barney. Paylaşım gururluyum. Barney. Barney. Hanımlar buraya yaklaşabilirsiniz. Poster almak için. Aha. Ayağımızın altında. I'm sorry. Barney. specjalne. Head or leg? 10 manat da biri. Evet. Bu biletti. 10 manat da biri posteri. Ben de buraya geldim. Karadaki bilet. Para bilet. Bilet değil. 맛있어, 어떡해. Poster. Götürürsünüz, imzalatırsınız. Ha, onlar bende var ama böyle şekilde oluyor. Ben çalışamam, onu almışacağım tercüme. Do you meet with Öğrendim. other members? Your other members. You know you are from 24K. You know, 24K band. 24K is gold? What about? Okay, question. You are so annoying. No. Okay. 자,
Just kidding. Okay. Okay. It's me. Sometimes. Sometimes meet my. Sometimes met my. Are you Hyung of your band? Sorry. Are you Hyung of band? Hyung. Are you Hyung of your band? Are you? Yes. Are you You. Hyung of You. your band? You. Hyung. O çetin bile İngiliz. Okay. 049 is Korean. Korean is 영원히 사랑하고 고마워. This meaning is 영원히 always 사랑하고 love. 고마워 is thank you. This first word is 영원히 is 0. 사랑하고 is 4. 고마워 is 9. So 049. Yeah, so translation please. Okay. No, please translation. Mən səni həmişə sevəcəm. Who is next? 오빠 이거 Okay, photo. Kabakta kesildi. Arkasında bir oldu. Mən ki su ilə fan mitingdəyəm. Aydan da orada mənə zəng vurub ki, dərs 515-ci otaqdadır. Dedim, hə, Aydan yaxşı gəlirəm. Baxın, üstünə adını, soyadını yazdı. Biraz da zorlasa atamın adına qədər yazacaqdı. Kapanışda çox qısa bir şeydən bəhs etmək istəyirəm. Konsert baş tutana qədər hətta bir çox reklamlar olundu, nə bilim, axı paylaşımlar edildi, blogerlər reklam elədi falan filan, endirimlər olundu, promo kodlar paylaşıldı. Amma konsertə yəni gözləniləndən daha az insan gəlmişdi. Yəni son günlərə nəzərən əvvəlki günlərdə daha az bilet satılmışdı və gözlənilən miqdar təqribən 500, minimum 500 olmalıydı. Amma deyəsən 400 falan belə bir şey olmuşdu. Yəni biletlər az satılmışdı və insanlar az idi. Yəni o 400 nəfərdən də belə çağırılan qonaqlar falan var idi, blogerlər falan. Belə sadəcə demək istəyirəm ki, orada mən çox şahid oldum belə şeylərə ki, yəni K-pop dinləyən insanlar, sevən insanlar falan hamısı okey. Yəni istəyirlər Azərbaycanda nələrsə baş versin, amma Kisunun gələcəyi paylaşıldıqdan sonra hamı görürəm yorumlara yazır ki, Blackpink gəlsə gələrdim, BTS gəlsə gələrdim. Cəmaata Blackpink, BTS gedir, bizə gələn, yəni Kisudur, kimdir, tanımırıq biz onu falan filan. Çox məntiqsiz davranışlar idi bunlar məncə. Yəni BTS-in gəlmə ehtimalı olsaydı Azərbaycana, onsuz da indiyə qədər gələrdi. Belə davranışlar mənə çox gərəksiz gəlir. Çünki onları yazanlarda belə baxıram ki, profillərinə, bəziləri tamam az yaşlılardı, onları başa düşürəm, başa düşmürlər ölkənin vəziyyətini, gələ biləcək artistlərin, hansı artistlərin gələ biləcəyi ehtimal olduğunu falan. Amma bəzilərinə də baxıram ki, baya böyük insanlardır da, amma BTS Blackpink'in gəlməsindən bəhs edirlər. Hətta bəziləri dava eləyirdilər yorumlarda ki, niyə gedirsiniz belə insanları gətirirsiniz, BTS-i gətirin mənə falan. Hər neysə, çox uzun danışmaq istəmirəm bu haqda, amma ümid edirəm ki, onların gələcək 10-15 il ərzində ölkəmizə elə qrupların gələ bilməsi üçün bu proyektlərə dəstək olmalı olduğumuzu anlayarsınız. Hər neysə, bu qədər. Sonraki videoda görüşərik. Bye!